Baxın, indi biz nəyə baxaq? Bu günlərin nəzəri hissələrə bir baxaq. İnformasiya və informasiyanın prosesləri. Burada biz nəyə baxmışdıq? Demişdik ki, informasiya və informasiyanın növləri. Biz demişdik ki, informasiya nədir? Xəbər, məlumat, bilik deməkdir. Düzdürmü? Bax, məsələn, biz demişdik ki, birinci nə olur? Birinci olur verilən. Sonra olur informasiya. Sonra da olur nə? Bilik. Bilik. Demək, biz bilirik ki, istənilən bir məlumatın, tutaq ki, mən hansısa bir verilən bir məlumat yazıram. Əgər bu məlumatın mənası varsa, o nədir? İnformasiyadır. İnformasiyanın həmişə mənası olur. Amma istənilən verilərin mənası olmaya bilər. Məsələn, tutaq ki, mən bura bir rəqəmlərdən ibarət bir dənə verilən yazıram. Yazıram ki, 0, 8, 1, 1, 2, 0, 2, 0. Bu istənilən başqa bir istənilən bir insan üçün bunun mənası bilmirsə, bu onun üçün nədir? Veriləndir. Artıq bu 8 noyabr Azərbaycanda Zəfər günü olduğunu bilirsə, bu artıq onun üçün nədir? İnformasiyadır. Birinci verilən olur, sonra informasiya olur, sonra bilik olur. Artıq biz informasiya nə olduğunu bilirik. Bilirik ki, informasiyanın mənası var və bu bizim üçün verilən informasiyanı öyrəniriksə, bunu artıq biz bilik kimi öyrəniriksə, qazanırıqsa, artıq bu bizim nəyimizə çevrilir? Biliyimizə çevrilir. Demək, birinci verilən olur, sonra informasiya olur, sonra bilik olur. Baxın, deyilsə ki, informasiya nədən yaranır? Veriləndən. Birinci verilən olmalıdır, sonra informasiya olmalıdır, sonra bilik olmalıdır. Bax, bu hissədə ancaq bu mövzular, bu hissəyə toxunmaq daha məqsədə uyğundur. Yəni, lazım olacaq sual nümunəsi budur. Sonra informasiyanın növləri var. İnformasiyanın hansı növləri var? Görmə informasiyası var, səs informasiyası var, dəğdim informasiyası var, qoxu informasiyası var və taktil informasiyası var. Bu informasiyanın nə idi? Növləridir, növləri. Sonra gəlir, nəyə baxırıq? Bu testləri biz artıq uşaqlar dənə-dənə həll eləmişik. Lazım ola biləcək nəzəri sual nümunələrinə baxırıq. Onsuz da DİM test nəzəriyyənin DİM 20 sınaq modelinin dənə-dənə izahını veririk də. Əsas nəzəri hissələrə bu gün canlı açmağımın səbəbi nəzəri hissələrə demək toxunmaq olmaqdır. Burada sonra gəlir informasiyanın xassələri. İnformasiyanın hansı xassələri var? Obyektivlik, tamlıq, aktuallıq, anlaşıqlıq və etibarlılıq. Bir də burada nə var? Obyektiv nədir? Tutaq ki, tutaq ki, obyektiv informasiya uyğun bir dənə nümunə deyirəm. Deyirəm ki, məsələn, yazıram bir dənə Hartley düsturuna uyğun yazıram ki, 256 simvollu əlifbada demək bir simvol nə qədərdir? Bir simvol nəyə bərabərdir? 8 bitə bərabərdir. Artıq bu informasiya necə informasiyadır? Obyektiv informasiyadır. Çünki 256 simvollu əlifbada bir simvolun 8 bit olduğunu hər kəs tərəfindən, hamı tərəfindən qəbul olunub. Hər kəs tərəfindən, hamı tərəfindən qəbul olunan informasiya obyektiv informasiyadır. Biri də var, deyirəm ki, tutaq ki, etibarlı informasiya. Bir mənbədən alınan informasiya, bir neçə mənbədən alınan informasiya üst-üstə düşürsə, bu artıq olur nə? Etibarlı informasiya. Sonra anlaşıqlı informasiya. Tutaq ki, deyirəm ki, musiqi dərsini dinləyən İmamət müəllimə dərsi anlamadığını söylədi. Təbii ki, musiqi təhsili yoxdur İmamət müəllimin. Ona görə də musiqi dərsindən heç bir məlumatı olmayacaq.
Ona görə İmamət müəllim üçün musiqi dərsi nə olur? Anlaşıqsız olur. Yəni anlaşıqlı olmur. Bu belə. Sonra aktual informasiya. Aktual informasiya nədir uşaqlar? Aktual informasiya məsələn, həmən an üçün aktual olur. Məsələn, deyirəm ki, bu gün hava çox istidir. Həqiqətən bu gün hava istidir. Bu gün üçün aktual olan informasiya səhər üçün aktuallığını itirə bilər. Biri də var, deyirəm ki, tamlıq informasiyası. Tamlıq nədir? İnformasiyanın miqdarı ilə ölçülür. Nəyi ilə ölçülür? Miqdarı ilə ölçülür. Biri də var, deyirəm ki, aktuallığı dedik, anlaşıqlığı dedik, etibarlığı dedik, tamlığı dedik, bir də obyektiv informasiyadır, onu da dedik. Sonra. Bura gəlir, nələrə toxunaq burada? İnformasiyanın təqdim edilmə formaları. İnformasiyanın hansı təqdim edilmə formaları var? Baxın, mətn informasiyası var, ədədi informasiya var, qrafik informasiyası var, səs informasiyası var, bir də video informasiya var. Mətn informasiyası dərsliklərdə, jurnallarda, web səhifələrdə olan informasiyalar mətn informasiya formasıdır. Ədədlərdir, tarixdir, zaman, verilənlər, riyazi ifadələr, bu da ədədi informasiyadır. Məsələn, nə olur olsun, məsələn, deyirsən ki, riyaziyyatdan sinus kvadratı x üstə gələ kosinus kvadratı x bərabərdir 1. Bu nədir? Bu artıq, bu ədədi informasiya aiddir. Və yaxud da belə deyirsən ki, bu gün axşam futbol saat neçədə olacaq? 18:00-da. 18:00-da. Bu futbolun başlama tarixidir. Futbolun başlama tarixi üzərinə verir. İnformasiyanın hansı formasına aiddir? Ədədi formasına aiddir. Bir də var, deyirsən ki, qrafik, şəkillər, sxemlər. Məsələn, bir dənə qrafikə uyğun bir dənə misal deyirəm. Deyirəm ki, tutaq ki, y bərabərdir x kvadratı funksiyası. Y bərabərdir x kvadratı funksiyası. Y bərabərdir x kvadratı funksiyası nədir? Bu artıq nədir? Qrafik informasiya formasına aiddir. Bu bilirəm ki, y bərabərdir x kvadratı funksiyası parabolik funksiyadır. Bu da nə aiddir? Bu da demək qrafik informasiyaya aiddir. Sxemlərdir, çertyojlardır, fotoşəkillərdir. Bunların hamısı nəyə aiddir? Qrafik informasiyaya aiddir. Sonra gəlir səs informasiya formasına. Musiqidir, səs-küylərdir, ondan sonra insanın qavradığı səslərdir. Bunlar da səs informasiyası formasına aiddir. Sonra filmdir, video çarxdır, klipdir. Bunlar da video informasiyasına aiddir. Sonra gəlir burada nəyə toxunar? İnformasiya proseslərinə. İnformasiyanın hansı prosesləri var? İnformasiyanın qəbulu, informasiya ilə bağlı proseslərə informasiya prosesləri deyilir. İnformasiya proseslərinin informasiya proseslərinin hansı növü var? İnformasiya proseslərinə nə aiddir? Qəbulu, emalı, saxlanması və nəyi? Ötürülməsi aiddir. Sonra Salam. Hə. Sonra burada gəlir demək informasiyanın qəbulu. İnformasiyanın qəbulu deyəndə nəyə nəzərdə tuturuq? Məsələn, istənilən problemin həlli demək olar ki, informasiyanın əldə edilməsi, toplanması ilə başlayır. Məsələn, deyirəm ki, şahmatçı rəqibinin daşına baxır. Şahmatçı rəqibinə baxdı. Demək, şahmatçı rəqibinə baxırsa, o informasiyanı oradan neyinir? Toplamaq istəyir, əldə eləmək istəyir. Məsələn, tutaq ki, deyirəm ki, Aytən İmamət müəllim verdiyi məlumatları diskə yazdı. Bu neynədir? Aytən burada neynədir? Verilmiş informasiyanı saxladı. Biri də var, deyirəm ki, İmamət müəllim belə deyək ki, Gündüz müəllim verilmiş informasiyanı müdavimlərə çatdırdı. Bu neynədir? İnformasiyanı ötürdü. Biri də var ki, informasiyanın emalı. Deyir ki, Gündüz Mirzəbəyli informatikadan verilmiş proqramlaşdırmanı neynədir? Verilmiş proqramı qurdu. Neynədir bu? İnformasiyanın emalına aiddir. İnformasiyanın artıq və yaxud da deyirəm ki, və yaxud da belə bir şey deyirəm. Deyirəm ki,
11-ci sinif şagirdi, abituriyent, tutaq ki, Nihat, İmamət müəllim verdiyi proqramı neynədir? Alqoritmin verilmiş məsələnin alqoritmini qurdu. Bu neynir? Artıq burada informasiyanın emalı var. Nəyi var? İnformasiyanın emalı var. İnformasiyanın emalıdır. Yəqin ki, aydındır. Sonra gəlirik nəyə? Gəlirik, hə. Bax, bunlar vacibli bir şeydir. Maqnit informasiya daşıyıcıları var, optik informasiya daşıyıcılar var, bir də fləşlər var. Bax, FDD, bir də HDD, audio kasetlər, bunlar maqnit informasiya daşıyıcılardır. Bunlar məlumat maqnit başlığı ilə yazılır, bax bunlara. FDD və HDD maqnit informasiya daşıyıcılardır bunlar. Bunlara məlumat nə ilə yazılır? Məlumat demək maqnit başlığı ilə yazılır. Sonra CD, DVD var. Bunlar da nələrdir? Bunlar demək optik informasiya daşıyıcılardır. Optik informasiya daşıyıcılardır. Burada məlumat lazer şüası ilə yazılır. CD, DVD-lərə. Biri də var ki, bax burada fləşlər var. Fləş kartdır, fləş yaddaşdır, SSD-lərdir. Bunlar da məlumat fləş yaddaşlara yazılır. Flash yaddaşlara da nələr aiddir? SSD-lər aiddir. Yəni məlumat flash yaddaşlara yazılır bunlarda da. Bu da belə. Sonra gəlir informasiyanın ötürülməsi. İnformasiyanın ötürülmə prosesi sadə formada, bax bu cür həyata keçirilir. İnformasiyanın mənbəyi olur, rabitə kanalı olur, bir də informasiyanın qəbul edicisi olur. Sonra bir də demək giriş informasiyası, emal çıxış informasiyası bu heç. Burada gəlir informasiyanın prosesləri. Bunlar haqqında danışdıq. Burada gəlir nəyə? İkinci gəlir say sistemləri. Say sistemlərinə bir nəzər yetirək. Say sistemlərinə nəzər yetirsək, biz bilirik ki, say sistemləri iki cür olur. Hansılardır? Mövqeyli və mövqeysiz say sistemləri. Biz dedik ki, ikili say sistemi. İkili say sistemində demək 2 dənə rəqəm iştirak edir. 2 dənə rəqəm. 0 və 1. 0 və 1. Yəni ikili say sisteminə uyğun bir neçə nümunəyə baxaq. Məsələn, ikili say sistemində verilmiş ədəd ikili say sistemi. İkili say sistemi. Say sistemləri. Say sistemləri. Məsələn, ikili say sistemində aytən bir dənə rəqəm deyirəm. Bunu bir onluğa çevirək. Çevirək görək necə çeviririk. Neynirdik? Bunun üzərinə məsələn 1, 1, 0, 0, 1. Neynirdik? Yazırıq 1, 2, 4, 8, bir də 16. Sıfırları toplamırıq, qalanlarını toplayırıq. 16, 8, bir də 1. 16-nın üstünə 8 gələndə 24, 24-ün də üstünə 5, 1 gələndə elədi 25. 25 onluqda. Düzdürmü? İkilikdən onluğa keçid. İndi tutaq ki, ikilikdən onluğa keçirdi. İndi tutaq ki, mən istənilən say sistemindən onluğa keçirdirəm. Tutaq ki, 1, 3. 400 say sistemindədir. Bunu onluğa çevirən zaman üstünə 0, 1 yazıram. Yazıram 1 buraq 4 üstü 1, üstə gələ 3 buraq 4 üstü 0. Bərabərdir. 4 üstə gələ 3, bu da mənə nəyə verdi? 7-ni verdi. Demək 1 buraq 4 üstü 1, üstə gələ 3 buraq 4 üstü 0. 4 üstü 0 bu mənə 1-i verdi, 3 dəfə 1-i 3, 4 üstü 1-də 4. 4-ün üstünü üçgəndə elədi 7. Bu da belə. Buna aid sualımız var. Buna aid sualımız var. Aha, əla. İndi davam eləyək. Tutaq ki, bir dənə də digər say sistemlərindən onluğa keçidi bildik. İndi tutaq ki, bir dənəsini də verim. Deyirəm ki, sadədən başlayaq, sonra ağırlara gedərik. Deyirəm ki, 1, 1, 4, 8-likdədir. Bunu onluğa çevirmək üçün nə edirdik? 1, 4, 8-likdə 0, 1 yazıram. Yazıram 1 vuraq 8 üstü 1, üstə gələk 4 vuraq 8 üstü 0 bərabərdir. 1 vuraq 8 üstü 1 eləyir 8. Üstə gələk 4 vuraq 8 üstü 0 bu mənə 1-i verir. 4 dəfə 1-də 4. 8-in üstünə 4 gələndə 12 elədir. 12 nədir? Onluqda. Bu belə. Bəli, doğrudur. Əla. İndi
Deyirəm ki, e, 1 ev, 1 ev 16'lıqdadır. İndi bunu onluğa çevirək. Bunu onluğa çevirək. Ne edirik? 1 ev, 1 ev 16'lıqda. Üstünə yazıram 0, 1 bərabərdir. 1 vuraq 16 üstü 1 üstə gələk. O f nədir? 15'dir. 15 vuraq 16 üstü 0. O da bərabərdir. 1 vuraq 16 üstü 1 mənə 16'nı verir. 16 üstü 0 1'i verir. 15'i 1'ə vuranda 15. 16'nın üstüne 15 gələndə elədir 31 onluqda. 31 onluqda. Bu da belə. Aferin. Yox 31. Niyə? 1 vuraq 16 üstü 1 üstə gələk. 15 vuraq 16'nın üstü 0. Bəli, bəli, bəli. Doğrudur. 32 yox 31. Aha, səhv getdi. Hə, olan şey. Əsas məsələ odur ki, yolun biri olar. Arada olur belə bir şey. İndi davam edirik. Məsələn, birini də yazıram. Deyirəm ki, artıq onluğa. İndi onluqda verirəm digər say sistemlərinə keçin. Məsələn, deyirəm ki, 39 onluqdadır. Bunu həm 16'lığa çevirək, həm çevirək 8'liyə, həm də çevirək ikili say sisteminə. Buyurun çevirin görün. Məsələn, 39'dadır. 16'lığa çevirməkdən ötürü 16'ya bölə-bölə gedirəm. 39'un içində 16 neçə dəfə yerləşir? 3 dəfə 16'ın 48 eləyir. 2 dəfə. 2 dəfə 16'ın 32. 39'dan 32'sini çıxanda 7 qalır. 2 də 16'ya bölünmür. Oldu 2, 7. Belədir 2, 7, 16'lıqda. İndi 39 onluqdadır. Bunu 8'liyə çevirmək istəyirəm. 39'un içində 8 neçə dəfə yerləşir? 5 dəfə 8'in 40 eləyir. 4 dəfə. 4 dəfə 8'in 32. 39'dan da 32'sini çıxanda neçəsi qalır? 7'si. 4 də 7'yə bölünmür. Bu da elədir 4, 7, 8'likdən. İndi 39'u 2'liyə çevirməkdən ötürü 2'nin qüvvətlərini yazaq. 1, 2, 4, 8, 16, 32, 64'ü yazmıram. İndi mənə lazım olan 39'u almaqdan ötürü 1, 32'nin üstünə neçə gələndə 39 eləyir? 7, 4, 2, 1. Qalan yerlərdə nə yazıram? 0 yazıram. Olur demək nə? 1, 0, 0, 1, 1, 1. Bu da ikilikdə. Bu da nəyə bərabərdir? 39 onluğa. Bu da bərabərdir belə. Aydındır. Bu da belə. İndi biz bilirik ki 16'lıq say sistemindən və yaxud da 8'lik say sistemindən 16'lıq say sisteminə birbaşa keçid yoxdur. Bunun üçün nə etmək lazımdır? Bunun üçün ikiliyə çevirib ikilikdən nəyə getmək lazımdır? 8'liyə və yaxud da 16'lığa. Məsələn, mən belə bir şey deyirəm. Deyirəm ki 2, 4, 1. Bu neçədədir? Tutaq ki 16'lıqdadır. Mən istəyirəm bunu 8'liyə çevirim. Bunun üçün nə edirəm? 16'lıqda verilmiş ədədi əvvəl ikiliyə gətirirəm. İkiliyə. 2, 4, 1'i. 2, 4, 1'i. 16'lıqdadır. Bunu ikiliyə gətirməkdən ötürü əvvəl nə edirəm? Buraya yazıram 8, 4, 2, 1. Mən 2, 4, 1'i. 1'i necə alaram? 1'i alaram, 1'i alaram. Bax, 0, 0, 0, 1'dən. 4'ü nətər alaram? 0, 1, 0, 0'dan. 2'ni nətər alaram? 0, 0, 1, 0'dan. Bu 16'lıqda verilmiş bu ədədin ikilikdəki təsviri. Ondan sonra bunu 8'liyə çevirməkdən ötürü 3 arif nəyə çevirirəm? 8'liyə çevirirəm. 1, 2, 3. Bu mənə verir 1'i. Üstünə 4, 2, 1 yazsam. 1, 2, 3. Bu mənə verir nəyi? 0'ı. 1, 2, 3. Bu mənə nəyə verir? 1'i. 1, 2, 3. Bu mənə nəyə verir? 1'i. Demək 8'də həmən ədəd nə oldu? 1, 1, 0, 1, 8'likdə. Aydındır. Təzədən bax bu 8'likdə aldığım ədədi 16'lığa çevirsəm görüm həmən ədəd eləyəcək. Baxın 1, 1, 0, 1, 8'likdən. Yenə bunu əvvəl ikiliyə gətirməliyəm. İkiliyə gətirməkdən ötürü baxın yazıram belə. İkilikdən 8'lik 1, 8'likdən nətərdir? 0, 0, 1. 0'ı 3 dənə 0 yazıram. 1'i yenə 0, 0, 1 yazıram. Bu 1'i də yenə 0, 0, 1 yazıram. Sonra 4, 4 ayıram. 1, 2, 3, 4. Bu mənə nə verir? 1'i verdi.
1, 2, 3, 4. Bu mənə nə verdi? 4'ü. 1, 2, 3, 4. Bu da mənə nə verdi? 2'ni. Baxın 2, 4, 1. Alındı 2, 4, 1. 16'lıqda. Yəqin ki, aydındır. Başa düşüldü. Ayten aydındır. Sonra, indi davam eləyək. İndi say sistemindən belə bir suala baxaq. Deyirəm ki, bir ədədlər verirəm. Say sistemində müxtəlif ədədlər verirəm. Yadınızda saxlayın. Bax, bunu yazın götürün. Say sistemində cüt əsaslı say sistemində ədəd özü cütdürsə cütdür, təkdirsə təkdir. Bax, əgər cüt əsaslı say sistemi verilibsə, cüt əsaslı say sistemi verilibsə, ədəd özü cütdürsə, ədəd özü cütdürsə, ədəd özü cütdürsə, cütdür, təkdirsə, təkdir, təkdir. Cüt əsaslı say sistemi. Məsələn, deyirəm ki, 1, 4, 6'lıq say sistemində. Mən bunu əvvəl çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Hə, demək, əgər cüt əsaslı say sistemi verilibsə, ədəd özü cütdürsə, cütdür, təkdirsə təkdir. Məsələn, bax, 1, 4. Cüt əsaslıdır. 6 nədir? Cütdür. Əgər ədəd özü cütdürsə, cüt, təkdirsə təkdir. Bax, indi bunu nəyə çevirək? Onluğa çevirək. Bax, 1 vuraq, 6 üstü 1. Üstə gələk, 4 vuraq, 6 üstü 0. Bərabərdir. 6'nın üstünə 4 gələndə neçə elədi? 10 elədi. Gördünüz, cüt əsaslıdır. Bunu bir də onluğa gətirib, uşaqlar, vaxtınızı aparmayın. Burada əgər cüt əsaslı say sistemidirsə, ədədin özünə baxırsan. Cütdürsə cütdür, təkdirsə təkdir. Bax, belə. İndi tutaq ki, birinə də baxıram. 1, 7, 8'likdə. Bax, bunu dədə-baba qaydası ilə çevirsək, 1 vuraq 8 üstü 1. Üstə gələk 7 vuraq 8 üstü 0. Bərabərdir. 8'in üstünə gəlirəm 7'ni. Bax, bu mənə verir 15'i. 15 onluqdadır. Bax, ədəd özü təkdir. 17 nədir? 1, 7 təkdir də, düzdür. Demək, təkdirsə cüt ədədsız say sistemində. Təkdirsə təkdir, cütdürsə cütdür. Amma tutaq ki, belə vermirəm. İndi belə verirəm. Deyirəm ki, tək əsaslı say sistemində nətər olur? Bax, tək əsaslı say sistemində. Tək əsaslı say sistemi verilərsə, rəqəmlərin cəmi cütdürsə, ədəd özü cütdür. Təkdirsə təkdir. Bax, əgər verilən ədəd tək əsaslı say sistemində verilərsə, tək əsaslı say sistemində verilərsə, tək əsaslı say sistemində verilərsə, rəqəmləri cəmi cütdürsə, rəqəmləri cəmi cütdürsə, həmin ədəd cütdür. Əgər rəqəmləri cəmi təkdirsə, onda həmin ədəd təkdir. Bax, məsələn, birini deyirəm, məsələn. Məsələn, deyirəm ki, 1, 3,
1, 3, 2. 1, 3, 1, 3, 2. Tutaq ki, deyirəm ki, 5'li say sistemindədir. İndi baxıram. Tək əsaslı say sistemi daxil. Tək əsaslı say sistemidir. Burada tək əsaslı say sistemidir. İndi bu zaman nə edirəm? Bu zaman nə edirəm? Bu zaman rəqəmlərin cəmləyirəm. 1'in üstünə 3 gələm. Neçə eləyir? 4. 4'ün üstünə 2 gələm. 6. Aha. Demək, mənim rəqəmlərimin cəmi 6'dır. Rəqəmlərimin cəmi 6'dırsa, onda mənim verdiyim ədədin özü cütdür. Çünki topladığım ədəd cüt oldu. Demək ki, bu ədəd nədir? Cüt ədəddir. İstəyirsiniz, baxın, yoxlayaq. 0, 1, 2. Bərabərdir. 1 vuraq 5'in kvadratı üstə gələk. 3 vuraq 5 üstü 1 üstə gələk. 2 vuraq 5 üstü 0. Bərabərdir. 5'in kvadratı 25. Üstə gələk 15. Üstə gələk 2. Bərabərdir. 25'in üstünə 15 gələndə neçə eləyir? 40. 40'ın da üstünə 2 gəldim. Elədi 42. Baxın, 42. Demək, bu nədir? Cüt əsaslıydı. Düzdür, tək əsaslıdır. Tək əsaslıdır. Və rəqəmlərin cəmi mənə nə verdi? Cüt ədəd verdi. Demək ki, verilmiş ədəd nədir? Cütdür. Əgər mən tək əsaslı say sistemində verdiyim ədədin rəqəmlərinin cəmi tək olarsa, onda həmin ədəd özü nədir, uşaqlar? Təkdir. Baxın, indi diqqət edin. Tutaq ki, bura verirəm 1, 3, 3'ün üstünə 1 gələndə 4, 4'ün də üstünə alar, tutaq ki, nə gələm? 4'ün də üstünə 3 gələm. Elir 7. Elədi mi? 7, 1, 3, 3, 5. 5'li say sistemində. Bax, bu tək olacaq. Bu ədəd tək olacaq. Baxın, indi istəyək. Bax, 3'ün üstünə 3 gəldim, 6 elədi. 6'nın da üstünə 1 gələndə 7 alınır. 7 özü tək ədəddir. Və 7 özü tək ədəddir. Verilmiş say sistemi də tək əsaslı say sistemidir. Yəni, əsası 5'dir, tək ədəddir. Ona görə verdiyim ədədin özü onluğa keçirdəndə nə olacaq? Onluğa keçirdəndə olacaq nə? Demək, tək ədəd. Baxın, istəyirsiniz, yoxlayaq. Üstünə nömrəliyirəm 0, 1, 2. Bunu onluğa gətirirəm. 1 vuraq 5'in kvadratı üstə gəlin. 3 vuraq 5 üstü 1 üstə gəlin. 3 vuraq 5 üstü 0. Bərabərdir. 25, üstə gələk 15, üstə gələk 3. 25'in üstünə 15 gələndə neçə eləyir? Elədi 40, 40'ın da üstünə 3 gələndə elədi 43. 43 necə ədəddir? Tək ədəddir. Gördünüz? Bir də imtahanda bunu vaxt aparmağa dəyməz. Yəni, bu qaydanı tətbiq edin ki, uşaqlar, vaxtınız çox getməsin. Aydın oldu. Aydındır. Əla. Əla. Bu da belə. Görək, burada nə qaldı? İndi ümumi sorğu-sual elədiyimə baxma, sabahların DİM 20 sınavında qaldığımız yerdən davam eləyəcəyik, uşaqlar, qaldığımız yerdən. İndi bir-iki dənə də sual nümunəsi verim. Onlara da baxaq, dərsi bugün yekunlaşdırıb sabah bir də açacam canlığa. Baxın, indi bir dənə sual verirəm. Deyirəm ki, diqqətiniz burada olsun. Bu mütləq şəkildə bu cür suallar düşür imtahanlarda illərdir. Ona görə də diqqətiniz burada olsun. İndi belə bir şeyə baxıram. Deyirəm ki, yazıram belə. Yazıram ki, 2 üstü, yox, 32 üstü 5, üstə gələk, 16 üstü 4, üstə gələk 9. Onluq say sistemində verilmiş ədədi cəmi, deyirəm, onluqda verilmiş, bax, bu ədədi, 16'lıq say sistemində ifadə edin. 16'lıq say sistemində göstərin. Necə eləyərik? Baxın, 32'ni yazaram, 2 üstü 5, 32, bir də üstü 5. Üstə gələk, 16'nı necə yazaram? 2 üstü 4, bir də üstü 4. Üstə gələk. 9'u da ikili say sistemində olduğu kimi yazıram, sonra 9'a toxunarım. İndi bu neçə eləyir? 2 üstü 25, üstə gələk 2 üstü 16, bir də üstə gələk 9. Bərabərdir.
2 üstü 25-i nətər yazaram? 16-lıq say sisteminə gətirməkdən ötürü bunu 2 üstü 4 əsasına gətirməliyəm. Düzdürmü? 2 üstü 4-ün üstü 6, 6 dəfə 4-ün 24. Bir də vuraq 2 üstü 1. Nuray, buradan yukarıdan indir aşağı. Bu da bərabərdir. 2 vuraq 16-nın üstü 6. Bu nə deməkdir? 2 yanında 6 dənə 0. 3, 4, 5, 6. Bu belə. Sonra indi 2 üstü 4'ün üstü 4. Elə 2 üstü 4'ün üstü 4. Zaten bu verilibdir. Demek 1 vuraq 16'nın üstü 4. Yani bu da 1 yanında 4 tane 0 demektir. 4 tane 0. 9'u 2'likdə nətər yazarıq? 9'u da 2'likdə yazarıq. 8, 4, 2, 1 qaydasıyla 1, 1, 0, 0, 1 kimi. Bunu da yazaram 1, 0, 0, 1 kimi. İndi toplayıram. 2 yanında 6 dənə 0. 1, 2, 3, 4, 5, 6. Üstə gələk 1 yanında 4 dənə 0. 3, 4. Bir də üstə gələk 1, 0, 0, 1. 1, 0, 0, 1. 4 qayıt pullarını nə edirəm? Toplayıram. 1, 2 dənə 0, 1, 1, 2, 0. Aha. İndi sənə sual versə ki, verilmiş ərcəm 16'lık say sistemində göstərən zaman neçə rəqəmlərdə də olur? Deyərsən 3, 6, 7 rəqəmli ədəddir. Desən hansı rəqəmlə başlayır? Deyirsən 2 ilə başlayır. Aydındır. Aydın oldu. Aha, əla, əla. Sonra gəlir informasiyanın kodlaşdırması və miqdarının ölçülməsi. Sabahlarım 2 dəfə dərs açacağım, 2 dəfə. Sabah bazar günü olsa da 2 dəfə dərs açmış olacağım uşaqlar. Sabah həm informasiyanın kodlaşdırması və miqdarının ölçülməsini təkrar eləmiş olacağıq. Və eyni zamanda DİM 20 sınaq, 20 sınaq, DİM 20 sınaq var, modelləşdirmə. Orada qaldığımız yerdən dənə-dənə bir də baxmış olasıyıq. Hələlik kimin nə sualı var desin. Sualınız yoxdursa bugünlük dərsi yekunlaşdırmış oluram. Sağ olun. Özünüzdə müğayət olun. Səhərki dərsimiz demək informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi olacaq. Ona bir nəzər yetirmiş olun. Buna uyğun qəbul tipli demək məsələ tiplərinə baxmış olacağıq. Sağ olun uşaqlar. Özünüzdən müğayət olun. Müğayət olun ki, yaxşı oxuya biləsiniz. Sağ olun.